getdik, biraz bazarlıq elədik, gəldik evə. Deməli, nə aldıq? Ev üçün belə bir sabun aldıq. Ləkə çıxarıcı götürdük, sifindi. Pimalox götürdük, təmizləmək üçün buraları. Maşının içini təmizləmək üçün belə bir məhsul götürdüm. İndi baxarım. Diş çöpü. Bir dənə duz qabı götürdüm papa üçün belə ki, istifadə eləyər biz gedəndən sonra. Demək olar ki, evdə heç nə yox idi. Belə dedik ki, deyalaq sonra. Bir dənə belə bilizini aldım. Elə ki, bizim asımızda, bildiyimiz as. Bir də belə bir qab götürdüm. Papanın belə bir qabı yox idi. Dedim qoy olsun evdə. Çünki baxıram, mən də ət falan qarışdıranda qab yox idi burada. Ona görə bunu aldım. Boz rəng istəyirdim ki, evin dizaynına falan uyğun olsun, amma yox idi. Bunu götürdüm. Bəzi şeylər aldıq bu evə. Çaya bunu götürdük. Başqa qablar yox deyə. Burada valberi açılıb deyənə. Ona görə hamı oradan sifariş edir deyə qab-qacaq çeşidi yoxdur. Ona görə belə bir şey götürdük. Birinə pesok tökməyə, birində çay. Bir də bunu da duz tökməyə. Papa üçün lazım idi. Burada baxdım. Adi bir dənə qaba qoymuşdu. Ona görə dedim ki, bu beləsi olsun qapaqlı. Sonra oraları, buraları təmizləmək üçün küncləri belə bir şey aldım. Qəşəng bir şeydir. Sonra kuxnaya qoymaq üçün belə bir sabun. Sonra Valberis'dən sifarişlər gəlmişdi. Bunu indi açarıq birlikdə. Bu mənimdir. Çoxdan da istəyirdim. Bakıda buna mənə dedilər ki, 40 manata düzəldərlər. Mən razı olmadım. Ona görə gəldim elə yaxşı ki, buradan sifariş etdim. Cəmi 13 manata aldım. Sifariş etdim, gəldi. Bunları indi açıb göstərərəm sizə nə üçündür. Galaktikaya gəldik. Dünyanın hər yerindən bitkilər var. Təsəvvür edin. Belə göstərim sizə. Mən 2016-cı ildə, yox 2015-ci ilin sonunda gəlmişdim ilk dəfə açılışa. İndi dəqiq bilmirəm. Başqa nələr var, amma görün nə gözəldir. Galaktikanın özüdür. Baxın, burada süni pляж da var. Süni çimərlik də var, yəni ki, orada gitmək olar. Açılışda gəldik, sadəcə okeanaryum işləyirdi. Bu da var idi burada. Biz gələndə onda aşağıdan gəlirdik, yuxarıdan düşmürdük aşağı. Nə boy da balıqdır. Baxın. Balaca akvaryumlar var. Balıqlar əvvəl də belə idilər. Açılışda da bu var idi. Bunlar da var idi açılışda. Yaşıllıqlardır, təbiidir. Burada hətta görün kim var. Şuna bax. Oyda nə boyda balıqdır, nə boydasan sən belə. Əl vurmaq olmaz. Nə gözəl balıqlardır. Bizə əsas bura lazımdır, baxın. Vazanın içindədir. Buradadır. Masaj da yap. Boynumu masaj edir. Hə, boynumu masaj edir. Foto kaçarsansa 200 lira olur. Nə gözəl masaj edir. Biz bayaq bakulanı görmədik. Yoxa çıxmaq istəyir. Bu nə boydadır? Nə boyda diyor? Geç olur ya bu. Çok büyük. Привет. Benim en sevdiğim məşğuliyyət
Kitab oxumaq dəhşət sevirəm, kitab oxumağı. Görün nə qədər kitablar tapdım. Axtara heç yerdə tapma, gəl burada tap. Biz bura kinoteatra gəlirdik məktəbdən. Baxın bu binaya. Böyük bir kinoteatrdır. Daha doğrusu əslində teatrdır. Əvvəl içində kinoteatrda olurdu. Dolmuşuq, gidirik sənətlərimizi düzəltməyə. Əlcəyimi də çıxartmışdım. Kinoteatr əvvəlki olduğu kimi qalıbdı. Soyuqdan danışa bilmirik ucu. Sürüşməyin. İndi olsun boy olacağım yıxılıb. Soyuqdur. Bir nəfər belə yoxdur. Əvvəl mən burada oxuyanda da, yəni biz çöldən evə yığılmırdıq. Düzdür, axşam vaxtı evə gedirdik, amma ki demək olar ki ancaq çöldə olurduq da. İndi gün ortada baxırsan, uşaq falan heç kim yoxdur da, hamı evdədir. Amma əvvəl canlıydı. Daha çox adam var idi çöldə. O qabaqda gedən qızıldı, yəni sal yaransa. Bizdən başqa heç kim yoxdur. Bura uşaq bağçasıdır, baxın. Gedək evə. Bura əvvəl smak olubdu. Rus vlogerlərdə görürdüm tez-tez. Fix price deyirlər ki, ən ucuz mağazadır. Yəni görək həqiqətən də elədirmi? Fix price-a axır ki mən də gəldim. Çoxdan da deyirdim ki, Rusiyaya getsəm, bir orada bir baş çəkərdim. Bizdə yoxdur da fix price. Bizdə buna oxşar best price yaratmışdılar, amma onlar da Razində açmışlar. Onlar da köçdülər şəhərə. Ona görə gedə bilmirdim. Ucuz mağaza idi orada. Böyle. Burada. Amma deyim sizə, Bakı ilə eyni qiymət sayılır da elə. Elə də ucuz deyil. Ya da bura baha gəlibdi, baha qoyublar. Belə bir suvenirlər var. Belədir da elə peki. 7 manat falan belə. Mən nə tapdım burada? Kitablar. Bunun hamısını alıb gedərdim. Elə baxırlar ki mənə. Bunu götürürəm mən. Bu elə bir ki, özün haqqında, özünə dəyər vermək, özünü sevmək, yəni başda bir özünü düşünmək. Bir dənə bu kitabı heç olsa deyib, fix price-dan bunu götürüm. Haradadır? Baxım. Mənim uşaqlığım çox gözəl keçibdi deyə bilərəm. Məktəb vaxtı müəllimə bizi hər yerə aparardı. Hətta bu meşəyə belə gəlmişdik siniflə. Deməli bir dəfə oldu ki, canavar gördük orada. Müəllim bizi bir araya topladı. Canavar bizə yaxınlaşmadı. Yəni çox gözəl olubdu. Piknikə falan gedirdik. Hava soyuq olsa belə lıja sürməyə belə çıxardırdı məktəbdə. Məktəbin ətrafına fırlanırdıq. Hətta bu sarı avtobusu görəndə biraz kövrəldim. Məktəbə bu sarı avtobusla gedirdim. Bugün hava həqiqətən də qəşəngdir. Elə eynən Bakının havası. Baxmayaraq ki, mənfi 20 dərəcə olmalıdır da deyəsən. Amma eynən Bakının havasıdır da. Əvvəlki binamızda mən bu binada yaşamışam, baxın. Buradan da məktəbə gitmişəm, Paselka. Bir də buradakı məktəbə. Mən sizə göstərəm. Bu yaşıma gəlib çatmışam. Mən hələ həyatım boyu bu qədər pərt olmamışdım. İndi göstərəcəm sizə niyə. Əslində bu hissəni mən silə bilərdim, göstərməyə bilərdim. Sadəcə istədim ki, qalsın burada. Gələcəkdə özümə oturanda baxım. Deyim ki, niyə mən bu səhvi elədim? Mənə lazım idi. Gedək göstərim nə gəldi başıma. Əvvəl yox idi. Baxın bunlar, mən burada qalanda. Blokumu da göstərim. Kreskalara baxın. Burada metro oğurluq deyilən şey olmur deyə rahat. Velosipeddir, kreskadır. Rahat qoyublar. Hətta burada aralıqda yerlər də var. Orada qoyurlar. Tam etibarlıdır. Yəni oğurlayan olmur. Hamının özünki var deyə kimə lazımdır ki. Baxın bu bizim blokdur. Blok idi daha doğrusu. Buradan da yol keçib məktəbə gedirdim. Hayda. Biz 7-ci mərtəbədə yaşayırdıq. 7-ci mərtəbə. Görün bəxtixoda qapı açıqdır. Dımdan qapılar açıqdır. Yes. Buradan gəlirdik. Qapılar falan dəyişib düzdür. Görün. Ay. Lift də əvvəlki liftdir. Dəhşət darıxdım. Bizim ev deməli 7-ci mərtəbədə idi. Görək. Bir dənə göstərəcəm sizə. Bəxtixoda baxaq görək kim var. Uy, lift əvvəlki liftdir. Lift dəyişməyib. 7-ci mərtəbə.
Getdik. Ay, lap dejavu yaşadım sanki. Baxın. Bizim ev. Bura bizim ev idi. Dəhşət. Görsən qapını döysəm kim açar? Bax bizə qışda marojna lazım idi. Getdik, deyib bir kişi qapını açdı, şortik dedi. O səni çəkmədim. Nəysə pərt olub çıxdıq. Gəl ki, Krisini axtarırıq. Bir kişi qapını açdı. Oy, adam utandılar. Bir də mırta qapını döyüm görüm ki, açacaq. Neçə il var? Burada baxın Uraliçka var idi. Uzun mağaza idi. Deməli içində hər şey satılırdı. Produkt, meyvələr, sonra aksessuarlar, kosmetika belə qarışıq bir mağaza idi 3 qapıdan. Birində meyvələr idi, birində produkt, o birisində isə qarışıq məhsullar. Nə bilim içində var idi aksessuarlar, kosmetika, oyuncaqlar, suvenirlər. Düz buradaydı söküblər. Sonra keçmişdi bura, Uraliçka. Amma oranı da bağladılar, indi pivəxana ediblər. Bakın ben de söylemedim. Orada taşı, orada taşı. Darısı taşı. Ay, göğara düşdü. İndi gəlib yeyərlər. Quşlar var idi burada, gəlsinlər. Qar da yağır, yarın yağır. Buna baxın, qar nə qədər yağıbdı. Buradan aşağı düşmək lazımdır ki, evə gedib girəsən. Dəhşət bir şeydir, çox qar var yerdə. Hələ biraz təmizləyiblər, fikir verirsiniz. Ya belə buradan baxanda da görsən ki, nə hündürdür. Baxın burana baxın, təmizləyiblər hələ buraları. Oy, yıxılmışdım. Kanalıma abunə olmağı unutmayın, çünki gələn vlogda mətbəxi birlikdə təmizləyəcəyik və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Hələlik.